Salam hörmətli tamaşaçılar. Dünyaya Baxış proqramının həftə sonu baxışında sizləri xoş gördük. Amerikanın Səsinin televiziya studiyasında Əzzə Göyüşzadədir. Cümə günü Dünya Vərəmlə Mübarizə günü qeyd olunur. Bu günün məqsədi insanlara hər il təxminən 1,8 milyon insanın ölümünə səbəb olan xəstəliklə bağlı maarifləndirməkdir. Ölüm hallarının 2/3-i 6 ölkədə baş verir. Bunlar Hindistan, İndoneziya, Çin, Nigeriya, Pakistan və Cənubi Afrikadır. İndi isə vərəm bakteriyasının müqavimət göstərən növləri yeni müalicə yollarının inkişaf etdirilməsinə çətinlik törədir. Vərəm ən ölümcül yoluxucu xəstəlikdir. Dünya Vərəmlə Mübarizə gününün məqsədi dünyanın ən tragedi olmuş icmalarındakı problemləri önə çəkməkdir. Hər gün vərəmdən 5000 insan ölür. Bu xəstəlik əsasən də miqrantlar, qaçqınlar, məhbuslar və icmalarının təcrid olunmuş üzvləri kimi zəif insanlara yoluxur. Vərəm Cape Town'un yaxınlığında yerləşən Cənubi Afrikanın ən böyük və sürətlə inkişaf edən icması olan Xayelitsha kimi Afrika rayonlarında geniş yayılıb. Son illərdə bütün dünyada vərəmin dərmana müqavimət göstərən bir növü yayılıb və bu, ictimai sağlamlığa böyük təhlükə yaradır. Bu vərəm növləri çox vaxt aşkar olunmur və bütün əhaliyə yayılır. Cape Town Universitetinin pulmonologiya bölməsinin başçısı Dr. Kirtan Deda. Məsələn, Cənubi Afrikada vərəm ən geniş yayılmış ölüm səbəbidir və bu xəstəlik artıq idarə olunmayacaq həddə çatıb. Amma hələ ki bir ümid var. Bu da çox az sayda yeni dərmanların istehsal olunmasıdır. Son 40-50 ildə ilk dəfə olaraq bizim əlimizdə 2 dərman var. Birinin adı Bedakilindir. Bu dərman artıq Cənubi Afrikada qeydiyyata alınıb və dərmana davamlı vərəmə yoluxan xəstələri müalicə etmək üçün istifadə oluna bilər. Bir digər isə Delamadirdir. O hələ ki Cənubi Afrikada lisenziya almayıb, amma başqa ölkələrdə istifadə olunur. The Lancet Tibb jurnalında dərc olunan yeni hesabatda Deda və digər həmmüəlliflər xəbərdarlıq edir ki, düzgün qaydada istifadə edilməsə, bu yeni dərmanlar təsirini itirə bilər. Biz strategiyamızı dəyişməliyik. Biz insanlar arasında bu cür halları tapmalıyıq. Daha sonra isə vərəmin əsas səbəblərini araşdırmalıyıq ki, bu səbəblərə yoxsulluq, sıxlıq, qida çatışmamazlığı, alkoqolizm, siqaret çəkmək və biokütlə yanacağına məruz qalmaq kimi problemlər daxildir. Hesabatın müəllifləri deyir ki, dərmanlara davamlı yeni vərəm növlərinin yaranmasının qarşısını almaq məqsədi ilə yeni dərmanlar xəstələrə individual bir şəkildə müəyyən doza qaydaları ilə verilməlidir. Son 10 illiklərdə heyvanlar üzərində sınaq keçirmək problematik bir hal alıb. Heyvan haqları fəalları bir sıra heyvan zorakılığı hallarının üstünü açıblar. Bundan əlavə isə laboratoriya heyvanlarını saxlamaq da çox bahalıdır. Bəs əczaçılıq şirkətləri minlərlə insanın həyatını xilas edə biləcək dərmanların effektivliyini və təhlükəsizliyini başqa necə yoxlaya bilərlər? Bu suala cavabı laboratoriyadakı balaca kəsədə tapmaq olar. Eksperimentlərdə istifadə olunan sıçovul kimi laboratoriya heyvanlarını saxlamaq tədqiqatçılara baha başa gəlir. Ancaq bu güvə sürfələri bu problemi həll edə bilər. Biosystems Technology şirkətinin alimləri deyir ki, onların yetişdirdiyi sürfə bir çox bahalı məməliləri əvəzləyə bilər. Məsələn, mümkün antibiotikləri erkən mərhələdə yoxlayıb, təsirli olan tərkib hissələri və onların bakteriyal patogenlərə qarşı fəallıqlarının olub-olmadığını müəyyən etmək olar. Bundan əlavə, bu tərkib hissələrin toksinliyini də yoxlamaq olar. Bu cür eksperimentləri isə məməlilərlə etmək olmur. Sürfələrlə bunu etmək hər zaman mümkün idi. Ancaq problem ondadır ki, heç kəs dərmanları test etmək üçün xüsusi olaraq sürfə yetişdirmirdi. Sürfədən istifadə edən hər kəs onları balıq yemi kimi alırdı. Onlar ya onlayn ləvazimat mağazalarına, ya da lokal heyvan mağazalarına gedib, laboratoriyada tədqiqatlarda istifadə etmək üçün xeyli sürfə alırdı. Gallery adlanan bu sürfələr fərqlidir. Onlar eyni ölçü, çəki və yaşdadırlar, təmizləniblər və heç bir antibiotik və ya hormondan istifadə olunmadan yetişdiriliblər. Biz onlara əvvəlcədən müəyyən edilmiş genetik plana əsasən yetişdiririk. Biz cütləşən koloniyaların genomlarının DNT nükleotidlərinin ardıcılığını müəyyən etmişik və beləcə bütün sürfələrin eyni genetik cinsdən əmələ gəldiyindən əminik.
Sürfələrə müxtəlif mikrob yeridib sonra potensial müalicələr tətbiq etməklə bu komanda hansı müalicə üsullarının təsirli olub olmadığını müəyyən edə bilir. We would expect them all the galerias. Biz bütün galeriyaların 19 saat sonra öləcəyini gözləyirik. Bu isə o deməkdir ki, əgər 19 saat sonra patogen və ekstrakt yeridilən hər hansı sürfə sağ qalsa, biz həmin ekstraktın patogenə qarşı müsbət təsirinin olduğunu müəyyən edəcəyik. The extract is having a protective effect. Tədqiqatçılar deyir ki, bu sörfələrlə onlar laboratoriyada istifadə olunan məməlilərin sayını 80% azalda bilərlər. Dünyaya baxış proqramının həftə sonu baxışında bu qədər. Mən Əzzə Göyçsadəsinin sağollaşıram. Gəlin görüşədək.